Həyatda bu nəhəng kosmik nizamın içində bəzən gizli və çox vacib bir məqsədinizin olduğunu hiss edirsiniz. Bilirəm, çoxumuzda zaman-zaman bu hiss yaranır. Bugün biz olduqca dərin, mistik və allegoriyalarla dolu bir mətni 4 yaddaş bəxş olunmuş əsnafı birlikdə kəşf edəcəyik. Bu sadəcə quru bir mətin deyil, insanın yaradılış səbəbini və yer üzündəki missiyasını izah edən möhtəşəm fəlsəfi bir yolçuluqdur. Əgər simvolların arxasındakı o böyük həqiqətləri axtarmağı sevirsinizsə, tam yerindəsiniz. Gəlin elə dərhal başlayaq. Mətnin o ağır mənəvi yükünü anlamaq üçün ilk növbədə bu açılış cümləsinə baxmalıyıq. Müəllif deyir, düzə düz, əyriyə o yoldakı dük addımlarına düz olasan, çörəyini yanan ömür külünə batırıb, dost ilə duz çörəkdə düz olasan. Möhtəşəmdir, elə deyilmi? Bu güclü misralar əsərin əxlaqi tonunu sarsılmaz bir şəkildə ortaya qoyur. Duz çörək məfhumunu hamımız bilirik, mütləq sədaqət deməkdir. Bəs yanan ömür külü? Bax, bu, həyatın o ağır sınaqlarıdır, çəkilən əzablardır. Mesaj çox aydındır. Sınaqların içində yanıb kül olsan da, duruşunu, o düzlüyünü heç vaxt dəyişməməlisən. Qəhrəmanımızın, yəni əsnafın xarakterinin təməli məhz budur. Bugün gedəcəyimiz yolun 5 əsas dayanacağı var. Əvvəlcə əsnafın yer üzündəki vəzifəsinə baxacağıq. Sonra yaradanın kosmik çağırışına keçəcəyik. Ardınca o 4 yaddaş bəxşişini araşdırıb, əssanın vuruşu və işıq məsələsinə toxunacağıq. Və sonda axirət xəbərdarlığı ilə yekunlaşdıracağıq. Elə isə gəlin birinci mərhələdən başlayaq. Əsnafın yer üzündəki vəzifəsi. Söhbət mənəvi sütun olmaqdan və zərgər dəqiqliyindən gedir. Əsnaf deyəndə bəlkə də ağlınıza bazardakı xırda ticarətçi və ya sənətkar gəlir. Amma yox, müəllif burada bu sözü tamamilə fərqli, nəhəng bir formaya salır. Bizim əsnaf seçilmiş bir mənəvi sütundur və o, hər işini zərgər dəqiqliyi ilə görür. Təsəvvür edin, zərgər qızılı qram-qram necə ölçürsə, bu əsnafda cəmiyyətdəki sözlərini, ədalətini məhz o həssaslıqla ölçüb biçir. Xaosun və yalanın içində balansını qətiyyən itirməyən əsl həqiqət zərgəri. Təbii ki, yerdə kəskin bir ziddiyyət var. Bir tərəfdə daima dik duran, sözü qızıl kimi dəyərli əsnafımız var, digər tərəfdə isə onu yıxmağa, öz qaranlıqlarını çəkməyə çalışan ikiyüzlülər, yəni münafiqlər. Bu, sadəcə iki fərqli fikrin toqquşması deyil. Bu, əyri oyunlarla işıqlı yolun mübarizəsidir. Əsnaf bu ikiyüzlü mühitdə tək başına bir ədalət qalasıdır. Bu, sözün əsl mənasında insan ruhunun sağ qalma döyüşüdür. İndi isə keçirik ikinci hissəyə. Dünya qayğılarını bir kənara qoyub, Yaradanın kosmik çağırışına qulaq veririk. Mətndə Yaradanın dilindən verilən ən sarsıdıcı cümlələrdən biri məhz budur. Mənim böyük partlayışlarım yekunlaşmaz. Baxın, biz adətən böyük partlayışı milyardlarla il əvvəl olmuş, bitmiş bir şey kimi düşünürük, düzdür? Sanki kainat qurulub və kənara qoyulub. Amma mətn bizə deyir ki, yox, yaradılış dayanmayıb, o dinamikdir. Hər saniyə davam edir və əsnaf bu heç vaxt dayanmayan kosmik mühərrikin düz mərkəzində dayanmalıdır. Bu, davam edən yaradılış çox əzəmətli şəkildə təsvir olunur. Yaradan deyir ki, ayağa qalxdığım o an ikinci böyük partlayış baş verər. Dərhal sonra da yenidən əyləşib, ol dediyim an üçüncü böyük partlayış yaranar. Söhbət sadəcə fiziki hərəkətdən getmir. Burada bir kərmənin reallığı, qalaktikaları necə dəyişməsindən bəhs edilir. İndi təsəvvür edin ki, belə sonsuz bir güc, yer üzündəki tək bir insanı, əsnafı özünə xüsusi elçi seçir. Gəldik üçüncü və bəlkə də ən maraqlı hissəyə, 4 yaddaş bəxşişi. Əsnafa bu çətin yolda verilən ilahi alətlər. Bəs niyə məhz 4? 4 rəqəmi bilirsiniz qədim inanc sistemlərində həmişə sabitlik deməkdir. 4 tərəf, binanın 4 sütunu kimi düşünün. Bu 4 müqəddəs yaddaş əsnafın o münafiqlər içində ayaqda qalması, otağına çəkilib tək qalanda ruhdan düşməməsi üçün ona quraşdırılmış mənəvi bir kompasdır. O məhz bu yaddaşların gücü ilə tab gətirir. Gəlin bu yaddaşlara bir-bir baxaq ki, aydın olsun. Birincisi, işıq zərrədir. Bu, yaradılışın ən təməlindən gələn ilk qığılcımdır. İkincisi, Yenisey yaddaşıdır. Mətn bunu Nuh Peyğəmbərin qüslü və paklığı ilə bağlayır, yəni tufandan sonraki o böyük mənəvi təmizlənmə. Üçüncüsü, Avestadır. Bu da səmavi kitablara, unudulmuş ali biliklərə yenidən sahib çıxmağı ifadə edir. Və ən nəhayət, dördüncü, Xaybar. Bu, sonuncu qayıdış, mütləq cəsarət ruhudur.
Bunların dördü birləşib əsnafın o mükəmməl naviqasiya sistemini yaradır. Buradakı bir detala xüsusi diqqət etmək lazımdır. Yaradan deyir, 8-ci məkanımdan mükafatlandırdım sənə 4-cü Xaybar yaddaşıyla. Bu çox dərindir. Əksər mifologiyalarda 7 qat göy anlayışı var, düzdürmü? 7, yəni mütləq bitkinlik. Amma yaradan o 4-cü yaddaşı 7-ni də aşan, birbaşa özünə aid olan 8-ci məkandan bəxş etdiyini bildirir. Yəni, bu ikiyüzlü cəmiyyətə tab gətirmək üçün sənə mələklərin belə çatmadığı, birbaşa ilahi mənbədən gələn bir güc lazımdır. Bax, Xaybar məhz budur. 4-cü mərhələmizə keçirik. Əsanın vuruşu və işıq. Bu, kainatda hər şeyi tətikləyən o həlledici andır. Hər şey yaradanın ilahi əsasını cəm yerlərə, yəni bütün məkanlara eyni anda vurması ilə başlayır. Təsəvvür edin, elə bil nəhəng kosmik bir zəlzələ qopur. Bu vuruşla birlikdə qədim sirləri bilən Əs-Sabi Kəhf dərhal oyanır. Ardınca bu sarsıntıdan yaranan o ilahi işıq dalğası Nuharam, yəni pak olanların üzərinə səpələnir. Və bu reaksiyanın ən sonundakı güclü işıq birbaşa əsnafın daşıdığı o 4-cü yaddaşa, Xaybara çırpılır və onun əsl kimliyini tamamilə bərpa edir. İşıqla qaranlığın davası burada çox kəskindir. Baxın, buradakı işıq sadəcə fiziki aydınlıq deyil. Mətndə buna cəsarət kimi baxılır. Kişi işıqdır deyilir. Yəni, əsl hünər, mərdlik elə bu işığın özüdür. Qarşısında isə maqallalar adlanan o dərin qaranlıqlar, qorxular durur. Bu maqallalar nədir? Bizim içimizdəki paxıllıqlar, xırafatlar, bizi geriyə çəkən o cılız hisslərdir. Əsnafın da əsas işi bu işıqla həm öz içindəki, həm də ətrafdakı o qorxuları, maqallaları darmadağın etməkdir. Və nəhayət gəldik sonuncu, 5-ci hissəyə. Axirət xəbərdarlığı və oyanış. Əsnafın missiyasının ən pik nöqtəsi. Görürsünüz, əsnaf sadəcə səssizcə kənarda durub baxan bir insan deyil. O, yaradanın sözlərini zərgər dəqiqliyi ilə yazmalıdır, o 4 yaddaşı heç vaxt unutmamalıdır. Amma ən əsası, hərəkətə keçməlidir. O, bu işığı tək özünə saxlamamalıdır. Ətrafındakı bütün o qəflət yuxusunda olan insanları sirkələyib oyadmalıdır. Yüksək səslə xəbərdarlıq edib bütün bəşəriyyəti o işığa dəvət etməlidir. O, sözün əsl mənasında yatan dünya üçün bir zəngli saatdır. Və bütün o mürəkkəb simvolların, 4 yaddaşın, kosmik vuruşların gəlib çıxdığı bir son nöqtəsi var. Axirət yaxındır. Bu, sadəcə fiziki dünyanın sonu demək deyil, səs almayaq. Bu, həm də mənəvi bir oyanış zəngidir. Bizə deyir ki, artıq hərəkətə keçmək vaxtıdır, zaman qısadır. Oyanış və hesablaşma qaçılmazdır. Əsnaf məhz bu həqiqəti, indi, bugün insanlara çatdırmalıdır. Sonda isə sizə belə bir sualım var. Əyri yollarla, münafiqlərlə dolu olan bu dünyada o işığın zərrəsini daşıyan insanların ən böyük məsuliyyəti nədir? Bəlkə də məsələ hər birimizin öz daxilində gizlənən o əsnafı tapmasındadır. Həyatın sınaqlarında yanıb kül olsaq belə, o zərgər dəqiqliyi ilə düz qalmaq və ətrafımızı aydınlatmaq. Çətin yükdür, amma yeganə yol budur, elə deyilmi? Bu fikirlərin üzərində biraz düşünün. Ümid edirəm bu təhlilimiz həyata fərqli bir kosmik pəncərədən baxmağınıza kömək etdi. Növbəti görüşlərədək və unutmayın, işığınız heç vaxt sönməsin.